Qapıya daha yaxın idi, belə deyək. Akim Zedatka. Oo, ışıqlar sönür Masazırda. Və oyunumuz dayanır. Çoxdandır belə mənzərələr görmürdük. Ətrafda yanır, necə deyərlər, bax gör, qonşularda yanırmı? Dərhal bu sual ağla gəlir. Mən də baxıram qonşu binalara. İşıq var ətrafda, indi ola bilsin stadionun enerji təminatında müəyyən problem var. Azarkeşlər dərhal öz telefonlarının fənərləri ilə bir kiçik fire show yaradırlar və əlbəttə nə qədər çox azarkeş olarsa tribunalarda bir o qədər yaxşı görünür bu şovlar. İndi bacardığımız, olanımız budur bu oyunda. Sabah-Sumqayıt maçında 30-cu dəqiqədə idik. 29-cu dəqiqədə hətta. Və nəticədə işıqlar söndü, amma